O dağlar Belenay bezeme Lel zeliney Of lel zeliney Her dalan may hardalan May hardalan May hardalan Bahar dalan Soldu gitti Belen av çiçekler Neydi Teze terli Ay teze terli Herden almaz elmi Kana elmi Kana elmi Kana elmi Kana elmi Kana elmi O dağları bəzəməyə Ləli zəri hardan alım soldu getdi çiçəklərin təzə təri hardan alım Olmuşuq lal Olmuşuq çar Susuf nəğmə kiriyib tar O bəstəkar o nəğməkar xan tərtəri hardan alım Tərtər çayı Belenay çalıkta Belenay gücedir Sızgalarda Hər vaxtınız xeyirli olsun. Həssəf və Ümid verilişinin daimi izləyiciləri. Hər birinizi salamlayıram. Bu gözəl Ramazan ayında və duaların qəbul olduğu bir ayda elimizin, obamızın dəyərli ailəsində təklik etmək üçün biz gəlmişik. Məlum olduğu kimi Həssəf və Ümid verilişi olaraq biz əslən Qərbi Azərbaycandan olan soydaşlarımızla görüşlər keçirdirik. Onların duyğusunu, düşüncəsini, yetişdikləri, böyüdükləri o doğma diyardan xatirələrini səsləndiririk. Siz dəyərli izləyicilərimiz də elimizi, obamızı, Qərbi Azərbaycanımızı bir daha xatırlayırsınız, bir daha o anları yaşayırsınız. Artıq mavi ekranında göründüyü kimi Həssəf və Ümid verilişinin bugünkü qonaqları artıq bizim izləyicilərimizə məlumdur. Mən də öncəliklə bu qonaqlarımızı sizə təqdim etmək istəyirəm. Verilişimizin qonaqları əslən Qərbi Azərbaycanın Terp kəndindən olan Qasımov Mirəli Seyid Abdullaoğlu, Qasımova Aybəniz Seyid Abdullah qızı. Öncəliklə siz dəyərli tamaşaçılarımızın adından Mirəli əmiyə dərin təşəkkürümü bildirirəm ki, bugün Mirəli əminin evində biz bu verilişi çəkirik. Mirəli əmi, necəsiz? Nə var, nə yox? Çox sağ ol. Allah var eləsin səni. Allah sana dəyməsin. Çox sağ ol. Çox minnətdaram. Hoş gəlmişsən Ceyhun müəllim. Allah köməyində dursun. Mən əvvəl buradan sizin suallara cavab verməmişdən əvvəl mən istəyirəm bir buradan gözəl qadınlarımızı təbrik eləyəm bugünkü gün. Mən 8 Mart Qadınlar Bayramını, Dünya Azərbaycanlıların həmrəylik gününü bütün qadınlarımızı təbrik eləyirəm. Təbrik eləyirəm. Allah Taala sizə sağlam ömür, uzun ömür, can sağlığı arzulayıram. Allah hər birinizin evində
toy, bayram, şenlik olsun. Amin. Allah sizlere değmesin. Güzel kadınlarımız, güzel bacılarımız. Ben buradan bizim grubumuzda da var. Kadınlarımız var. Aygül bacımdı. Ondan sonra o birileri kim idi axı? Narıngül bacımıydı. Ondan sonra ne bileyim kadınlar da olabilir yadımdan çıxar. Sizin de 8 Mart bayramınızı təbrik edirəm, əzizlərim. Allah Amin. her birinizin ocağında toy, bayram, şenlik olsun. Amin. Ceyhun müəllim də xoş gəlibdi. İndi nə suallar olar, onunla yavaş-yavaş bildiyimizdən, eşitdiyimizdən danışarıq. Ceyhun müəllim də onu canlandırar. Çox sağ ol Ceyhun müəllim. Teşekkür ederim. Ben de həqiqətən yadıma düşdü. Mən də bu minvalla bütün izləyicilərimizi bugün 8 Mart günündə biz veriliş çəkirik. Bütün ölkəmizdə yaşayan bizim ana bacılarımızı, xanımlarımızı 8 Mart münasibətilə mən də təbrik edirəm. Veriliş olaraq onlara uzun ömür, can sağlığı arzu edirəm. Aybəniz bacı, siz də artıq belə deyək də verilişimizin dəyərli qonağısınız. Mən verilişdən əvvəl sizlə danışmışdım. Siz də qəbul etdiniz ki, mən də bugün qardaşımla bərabər verilişin qonağı olacağam. Bəli. Buyurun, bismillah edək. Ceyhun müəllim, xoş gəlmisən. Allah canını sağ eləsin. Həsrət və umud verilişindəyik. Bəli. Bugün qardaşım da dedi, 8 Martdır, Qadınlar Bayramıdır. Mən də onların hamısını təbrik eləyirəm. Həyatda uzun ömür, can sağlığı. Ramazan ayıdır, bəli. Necə demək istədiniz qaldı. Hə, Ramazan ayıdır. Bütün Ramazan oruç tutanların orucu qəbul olsun. Amin inşallah. Allah'tan arzu eləyirəm hamıya can sağlığı, uzun ömür arzulayıram. Xoş günlər. Həm Ramazan ayıdır, həm bayram ayıdır. Bəli, Novruz bayramı. Novruz bayramıdır. Bütün elimizi, günümüzü təbrik eləyirəm. Uzun ömür, can sağlığı arzulayıram. Amin inşallah. Mirələm, inşallah icazənizlə suallarıma başlamaq istəyirəm. Sizin də vaxtınızı almaq istəmirəm. Bildiyiniz kimi Mirələm, Aybəniz bibi, verilişimizin dəyişməyən bir adət ənənəsi var. Öncəliklə verilişimizdə hər kəs öz ailəsi haqqında, atası, anası, qardaş bacısı haqqında, yəni öz bildiklərini, öz ailəsi, hər kəs öz ailəsini daha yaxşı tanıyır. İcazənizlə mən elə ilk sualımı Mirələm sizə verim. Zəhmət olmasa atanız, ananız, qardaş bacınız haqqında ətraflı izləyicilərimizə məlumat verin. Bilirsən Ceyhun müəllim, əvvəla bu bayramlarımızı təbrik elədik. Bəli. Bu Mart ayı elə bir gözəl aydır ki, orada il axırımız var, çərşənbələrimiz var, Ramazan bayramımız var, Novruz bayramımız var. Allah hər birini bizim cəmaatımızın üstündən əksik eləməsin. Allah sağlam can versin. Amin, amin. Qaldı ki, mənim atam 2 qardaş olub, 3 bacı olub. Atamın adı Abdullah idi, əmmin adı Mirağa idi. Bibilərimdən Məlikə Seyid Qasım qızı, Sürrü Seyid Qasım qızı, Mülayim Seyid Qasım qızı. Bunlar 5 qardaş bacı olubdular. Bəli. O vaxtı Bəli. 42-43-cü ildə, 48-ci ildə Ermənistandan deportasiya olublar Bərdiyə. Aha. Bərdədən də 56-cı ildə deportasiya bir də oradan qayıdıbdılar, orada yaşaya bilmirdilər. Orada bunların isti ondan sonra o şəraitlə, o mühitlə bunlar Ermənistanda doğulubdu. Uyğunlaşa bilməyiblər, bəli. Başa çatıbdılar. Oradan bir də 56-cı ildə qayıdıbdılar Tep kəndinə. Bəli. Tep kəndinə. Bunlar burada bayaq dediyim kimi 2 qardaş, 3 bacı, ataları burada. Mənim atamın 6 uşağı olubdu.
Biz üç kardeş, Bəli. üç bacı, kardeşlerin büyüsü benim. Bacım Benövşədir. Bacımın biri Aybənizdir, biri Lətifədir. Kardeşlerimden biri Yaqubdur, Əhməddir. Üç kardeş, üç bacı olmuşuq. Allah can sağ Aynen. olasın. İki kardeş, üç bacı olubdular. Bunlar Ermənistanda Tep kəndində yaşayıbdılar. Atam o vaxtı fermada işləyibdi. Ondan sonra traktorist olubdu. Anam yenə kənddə işgüzar olubdu. Ot biçini olubdu. Otda işləyibdilər. Ondan sonra əmim kənddə yaşayanda o vaxtı gəlib Ermənistanda dözə bilməyibdi. Ermənistandan bir də o qayıdıb çıxıb gedibdi Yevlax rayonuna, Yevlaxda yaşayırdı. Bu günə qədər gəlib çıxıbsa, çünki elin gözü tərəzidir. Yəni el tanımadığı, bilmədiyi, inanmadığı, ağsaqqallığına güvənmədiyi adamları elə ağsaqqal seçməz, onlara dəyər verməz. Öz o seyidli ilə bağlı nə deyə bilərsiniz? Kimlərə verildi, necə oldu bu? Bu da məsəl üçün onun sirləri nədir? Nəyə görə sizin seçilirsiniz? Mən bunu bilmək istəyirəm. Bilirsən Ceyhun müəllim, düzdür, elə bir mövzuya toxundu ki, mən atamdan soruşurdum o vaxtı, deyirdim ki, bizə bu cəmaat niyə belə seyid deyir, bizə cəmaat niyə seyid övladı deyir, peyğəmbər övladı deyir, cəmaat bizə inamı var. Mənim babam Qara Seyidin nəvəsi olubdu. O Qara Seyiddə onun qəbri söyləndədir. Süz zavodunun qabağında. O vaxtı o Qara Seyid o dünyasını dəyişən moment olubdu. Deyib ki, mən dünyamı dəyişəndə məni qoyarsınız atın üstünə. Bağlayıblar bunu atın üstünə. At gedib harada dayansa, məni orada da dəfin edərsiniz. Elə də olubdu, bu dünyasını dəyişən vaxt olub, bunu qoyublar atın üstünə, bu at da tepdən düz gedib çıxıb söylənə. Mozun çıngılı deyirlər, Mozun çıngılında orada bu at dayanıbdı, orada da onu dəfin edirlər. Qara Seyidin qəbri bax oradadır. Qasımov Aybəniz, Abdullah qızı. Ermənistanın Tep kəndində anadan olmuşam. Bəli. Biz 6 bacı qardaşıq. 3 bacı, 3 qardaşıq. Bəli. Hə. Bizim babalarımız Ağır Seyid olub. Qara Seyidin nəvələriyik biz. Onlardan elə bir Seyid Qasım dədəm, atamın atası. Gözümüzü atmışıq, hər kəs bizi Seyid bilib, Ağır Ocaq bilib. Hər zaman babalarımızı bütün ter, köşbək, leyli qaçan, birinin xeyri olanda, birinin nə işi olanda hər zaman mənim gözümün qabağındadır ki, mənim Seyid Qasım dədəmi gəlib aparırdılar, atamı aparırdılar, qan barışdırırdılar, toylarda aparırdılar atamı, babamı məclislərə. Ona görə də bizim nə bilim, birinin bir şey olanda indi orada baxıb görəcəklər. Biri xəstə olanda gətirirdilər Seyid Qasım dədəmin evinə. 2 gün, 3 gün qalırdı, sağalıb gedirdi. Ona görə də bizi sınadılar ki, biz Ağır Seyidik. Babalarımız, atamız Ağır Ocaqdır, Ağır Seyiddir. Ona görə bizə Ağır Seyid deyirlər, Seyid nəvələyik, Seyid qızıyıq. Allah uzun ömür, can sağlığı versin. Aybəniz bəy, sizin o el ağsaqqalı bir dediyim kimi, yəni hər kəsə el ağsaqqalı demirlər. O dediyiniz kimi o toylarda, yaslarda hər zaman önə çıxan xalqın sevimlisi olubdu. İndi də bu davam eləyəcək sizdə, yəni Tep cəmaatı içərisində rəhmətə gedənləri bir kənara qoysaq, bu dəqiqə hal-hazırda siz qardaş bacı da həmin nüfuza sahibsiniz. Bunu davam etdirirsiniz. Hə, davam edirik. Həmin nüfuza sahibik. Yəni bizi hər kəs Seyid bilir. Nəzir verən də olur. Xeyirdə, şərdə çağıran da olur. Ona görə də bizə Seyid deyirlər. Yəni biz öz başımızdan demirik Seyidik. Bizim babalarımız,
əmilərimiz, dayılarımız, məsəl üçün dayı yox indi, dayım da var, o başqa, Bəli. Ağır seyidlərdir. Hı. Birici Səliyan, Yevlax, mənim Seyid Qasım dədəmin qəbri Allah cəm ölənlərə rəhmət eləsin. Amin. Yevlaxda Allah İsmailə can sağlığı versin. Mən də orada getdim, onu ziyarət etdim. Qəbristanlıqda İsmail müəllim İsmail müəllim məqbərə tikdi. Hə. o yuxusunda görmüş onu. O necə oldu? O zəhmət olmasa verişdən qabaq mənə danışmışdınız. Onu bir də danışın da necə oldu? İsmail yuxusunda indi Yox, onu bir dəqiqə. Hə, bu bacım. Bazım Aybəniz dedi, onun tarixini o bilmir. Onun tarixini mən Hə, buyur. bilmirəm. O vaxtı mənim kirvəm Bəşirin oğlu, biz ata-baba kirvəyik. İsmail o vaxtı Xızının rəisi idi. Allah canı sağ eləsin, polis rəisi idi. Oradan da çıxıb gəldi, burada Bakıda müəyyən bir vəzifədə işlədi. Seyid Qasım dədəm bunu, bu yuxusuna düşür onun. Deyir Seyid, buradan mən sağ-salamat çıxıb, gəlib sənin qəbrinin üstündə böyük bir məqbərə tikəcəm. Böyük bir məzar orada tikdirəcəm. Gəlib Yevlax qəbristanlığında, Dəvəçilər qəbristanlığı deyirlər, orada gedib, orada onun üstündə böyük bir məqbərə tikdiribdi İsmail. Ondan da sonra atam burada Meytabadda olurdu. Meytabadda. Da atam oraya gedib ziyarət eləyə bilmədiyinə görə, ağsaqqal adam, yaşlı adam, Bəli. biraz da kədərli idi. Zaman anamı itirmişdi, elə o vaxt, bu vaxt. Allah rəhmət eləsin. Anamın fikrindən elə biraz da kədərli idi. İsmail gəldi, Allah rəhmət eləsin Bəşir Kirvəmə, gəldi buradan Meytabadda atam gilin qapısında heylə bir günbəz elə bir meçiddə burada tikdirdi. Cəmaatımız elə burada gedirdi, oranı ziyarət edirdi. Yevlağa düşən, ayağı düşənlər gedib orada ziyarət edir. Cəmaatımız yığılır, gəlir burada Mərsiyə deyirlər, ondan sonra Nəzir deyirlər, ondan sonra gəlib kişini burada ziyarət edirlər. Bəli. Allah cəmaatımıza dəyməsin, Allah cəmaatımızı var eləsin. Allah köməklərində dursun. Amin. Bilirsən Ceyhun müəllim, indi qayda qaldıq biz bu terp məsələsində. Bəli. Terpdə mənim atam o vaxtı xatirimdədir, fermada işləyirdi. Mən də balaca bir uşaq idim, gedirdim yanına, gəlirdim. Ondan sonra mən böyüyəndən sonra mən də orada traktorist işlədim. Atam da tepli traktor, o da traktor sürürdü, mən də sürürdüm. Gözəl dostlarımız var idi. Tepdə orada gözəl dostlarımız var idi. Gözəl traktorist yoldaşlarımız var idi. Traktorist bir yerdə işləyirdik orada, cəmaatımızla bir yerdə. Allah rəhmət eləsin, yeri cənnət məkan olsun. Şakir qardaşıma, Əzdəmin oğlu Şakir, sənin atanıdır. Allah onun yerini cənnət məkan eləsin. Sağ olun. Allah cəmi dünyasında yaşayana rəhmət eləsin. Mən Şakirlə çox gözəl yoldaşlığım olub, çox gözəl iş yerlərimiz olub, çox gözəl işlərimiz olubdur. Bütün sezonu taxılı əkmək, biçmək, nə bilim əkinlərdə, ondan sonra biçənəklərdə terpin elə yeri yox idi ki, mən Şakirlə işləməyəm. Terpin elə bir sahəsi yox idi ki, Allah rəhmət eləsin. Salman əminin oğlu, növbət, biz üçümüz orada həm pres bağlayırdıq, həm katilka ilə ot biçirdik, həm dırmıqla yığırdıq, həm nə bilim nə qədər toxumlar təpirdik, şumlar eləyirdik. Yəni bizim işimizin adəti bu idi terpdə. Aybəniz Mirələmi biraz desən narahatçılıq keçirir. İstəmirəm sizdən davam edək. Əziz tamaşaçılar, əziz izləyicilər, mən inansız artıq bir aydır Mirələmi ilə bu müsahibə ilişim qonağı olması üçün çalışıram. Biraz müalicə alır, Allah şəfasını versin. Artıq mən də bunu çox uzatmaq istəmədim. Biraz da özüm də narahatlıq keçirəm ki, Mirələmi narahatdır, bəzən danışa bilmir. Amma mən dedim ki, Mirələmi bu veriliş olmalıdır. Aybəniz bir zəhmət olmasa Mirələmi özünü toparlayana qədər siz kənd xatirələrindən başlayın, yadınızda nə qalıbsa, dağlardan, dərələrdən, toydan. olurdu. Bizim Ceyhun müəllim Bəli.
bizim anamız tez öldü. Allah Allah rəhmət cənnətlərə eləsin. rəhmət eləsin. Biz 6 bacı qardaşıydıq. Anamız tez öldü. Nə bilim, işləyirdik. Atamız Bəyək Mirəli dediyi kimi fermada işləyirdi, traktorist. Mənim böyük bacım Bənövşə fermada sağımçı idi. Mən də ondan işləyirdim. Lətifə də sağına gedirdik. Gözəl qonşularımız var idi. Kimlər var idi? Qonşularınız kim idi? Zülfi idi, Səməd dayıgil idi, Səriyəgil, Şamran kişi idi, rəhmətli, Sevindik dayı idi, yoldaşı Hənifəyev Sevindik, yoldaşı Samaya, onlarla qonşuyduk, canım sənə desin. Qonşularımız çox yaxşı idi, kənddə gözəl ağsaqqallarımız var idi. Ağbirçəklərimiz var idi. Mənim anam düzdür, dedim tez öldü. Amma ölmədən öncə mənim anamı hamı bilir, hamı tanıyır. Valla bir yerdə yerdik qonşularla, bir yerdə içirdik. Gedirdik meşələrə, pencər yığırdıq, kəkotu yığırdıq. Canım sənə desin, ələz yığırdıq, həmərsun yığırdıq, gətirirdik qonşularla bir yerdə. Otururduq. Aybəz, belə vaxtı gəlmişkən belə bir sual verim. İndi bilirik ki, Novruz bayramı ərəfəsidir. Yəni sizcə Novruz bayramında Türk qadınları nə ilə məşğul idi? Novruz bayramı gəlirdi, qadınlar yığışırdıq bir yerdə, qovurğa qavran, qonşular bir-birimizə gedirdik, pay tuturduq. Belə də. Hansı yeməklər bişirdiniz Novruz bayramı ərəfəsində? Aş bişirdi. Novruz bayramında aş pişirdi. Nə bilim, bir-birinə torba atırdı uşaqlarımız. Gözəl günlərimiz olur. Qonşularımız çox yaxşı olur. Biraz sevmədim. Bir də bizim kənddə bu Novruz bayramı gələn ərəfədə yeməklər bişirdi. Onlar qış tədərrüyümüzü ayrı görürdük. Qışa qoğurmalar, qoyunlar kəsilirdi. Atam qoyunları kəsirdi, qoğurma eləyirdi. Yazda ayrı məsəl üçün tədərrüyümüz var idi. Qonşularla yığılırdıq, bişirirdik, çörək, xamır eləyirdik, təndirə çörəklər pişirirdik. Kəhlik gəlirdi, Allah rəhmət eləsin. Allah rəhmət eləsin. Fatma xala oradaydı, Kəhlik oradaydı, Səriyə bacı idi, Sevindik dayının qızları idi. Yığışırdıq bir yerdə məhəllədə qonşularla, meşələrə, pencərlər yığırdıq, toxuculuq eləyirdim, gözəl toxumalar toxuyurdum o vaxtı. Allah rəhmət eləsin, fermədə həm sağına gedirdim, həm toxuculuq eləyirdim. Yusuf dayı, Pənahın atası, bir gün dedi ki, ay bəniz, kaş sən kimə qismət olasan bilmirəm, Allahdan mənim oğlum səni ala. Dedim Yusuf dayı, Allah sana can sağlığı versin. Bu toxuculuğu dedi, çox gözəl toxucular. Nə toxuyurdunuz? Jaket toxuyurdum, corab toxuyurdum, nə bilim, əlimə nə gəlirdi qızlarla, öyrənirdik, otururduq, belə. Məsələn, bu eşitmişdim ki, bizim kənddə gəbə, kilim toxuyurdular, məsələn ki, bunlardan da baxıb kimlər toxuyurdu, yəni nə toxuyurdular? Bəli, davam edin. Mənim düzdür, toxuculuqla bir o qədər məlumatım yoxdur, amma 8 il bir sinifdə oxuduğum Kəmalədir, Xalidədir, Əsmərdir, canım sənə desin, Nazilədir, Yunusdur, İlqar idi, Məmməddir, bir sinifdə oxumuşuz. Terp orta məktəbində oxumusunuz, hə? Neçənci sinifə qədər oxudunuz orada? 8-ci sinifə kimi oxudum, düzdür, indi qardaşımdır da məni bağışlasın. Mən imtahan verməyə getdik, mən ondan sonra çıxdım, getdim, qoşuldum, qaçdım. Ailə qurdunuz, hə? Allah rəhmət eləsin, Telman. Allah rəhmət eləsin. O vaxtı məni o qaçırtdı. Allah rəhmət eləsin. Bu qardaşım getdi, məni polisə verdi. İnan Allaha, hə, yox. Bəli, bəli. Polisə verdi, bir də gördüm gecə Telman maşınla gəldi ki, pencəyi qalıb. Nəysə, bunu gəldi, götürdü, getdi. Sonradan dədəmi razılaşdı. 88-ci ildə ermənilər, Allah onların kökünü kəssin. Amin. Biz çıxdıq, gəldik Laçına. Laçından da yığıldıq Şuşuya, Şuşadan yığışdıq Tuşluya. Tuşludan da gəldik, Xocalıda ev tikdik özümüzə.
3 il qaldıq orada. 3 ildən sonra ermənilər baskı elədi. Gecə ilə meşə ilə çıxmışam. Allah rəhmət eləsin. Firəngül xala, Səmran, balaları, xanımgillər, Şökət xalanın balaları hamısı orada qırıldı. Biz özümüz meşə ilə çıxmışıq. Meşə ilə sürünə-sürünə çıxmışam. Ayaqyalın baş açıq. 2 uşağım, yoldaşım, qaynanam, baldızım, baldızımın yoldaşı. Bir Qərbi Azərbaycanda o depo evindən eşindən çıx, gəl bir də Xocalıda. Oradan Xocalıdan da meşə ilə ayaqyalın baş açıq gəldik. Çıxdıq yenə də bizi gətirdilər Mingəçevirə. Mingəçevirdən də yenə bizi köçürtdülər, gəldik çıxdıq Bakıya. İndi də Allaha şükür burada Ramanıda yaşayırıq. Çox gözəl. Nə vaxtda burada yaşayırsınız? 20 il var. 20 il var, hə, o vaxt yaşayırsınız. Pansionatdaydıq Şuşa Mərdəkanda. Mərdəkandan da gəldik bura, bizi yığdılar bura. Yəni biz Qərbi Azərbaycanlılar, yəni qaçqı, məcburi köçkün, belə bu hadisələri yaşadıq yəni. 2 dənə övladım var. Allah xoşbəxt etsin. Kimlərdir? Adların dinən? Əlvida Qarayev, Ay maşallah. Hamlet Qarayev, Miryaqub Gəlinim var, 3 nəvəm var. Ay 2 maşallah. qız, 1 oğlan. Maşallah. Qardaşımla burada qonşuyam, Mirəli ilə. Allah can sağlığı versin. Yenə də burada da elə eyni köçbək, eyni qaçan qonşularımız var. Yaxşı qonşularım var. Allah canlarını sağ eləsin. Amin. Mirəli əmi, zəhmət olmasa mən biraz sənin narahat olduğunu görürəm və ona görə məsələsini verir ki, tez-tez dayandırıram. Allah şəfanızı versin. Əgər biraz özünüzü toparladınızsa, kənddən necə çıxdınız? Bu hadisə necə baş verdi? Siz illərlə yaşadığınız eli, oba necə tərk elədiniz? Bilirsən, qardaş oğlu Ceyhun, o vaxtı 88-ci ildə Bəli. müharibə ilə başladı. Dağlıq Qarabağda, o Stepanakert-də ilə başladı, milləti qırğınlar qalxdı. O hadisələr gəldi, Ermənistana da çıxdı. Orada da biz orada işləyirdik də, orada savxoz idi. Ondan sonra birimiz traktorist, birimiz şofer, birimiz fəhlə, birimiz ot biçinində, birimiz müəyyən fermalarda orada-burada işləyirdik. Bəli. Da bizi buraxmadılar işləməyə. Qoymadılar işləməyə. Cəmaət bu dəfə başladı. Bəzisi maşın tapdı, köçdü. Ondan sonra bir tərəfdən kəndin bir tərəfindən başladılar. Köç. Cəmaət küylandı indi. Bilmirəm necə oldusa. Elə ermənilər özü də gəlirdi kənddə. Bir də gördüm o əllərində radyo zel trubkalar var idi. Bəli. Səslə biletin içində kəndin bu başından düşürdülər o başına. Çıxın falan eləyik, sizi bu gecə qıracaq, bu gecə öldürəcək, nə bilim necə, bax belə bir söhbətlər getdi. Cəmaatımız da naləş qaldı. Biri savxozun maşını ilə, biri Naxçıvandan o vaxtda uşaqlar getdi, maşınlar gətirdi. 5-6 dənə böyük maşınlar getdi. Kənd cəmaatının bəli, deportat yolda cəmaat oradan yığışıb çıxırdı. Bəli. Mən də oradan beşi yığdım. Allah rəhmət eləsin, Allah dünyasını versin. Məhəmməd əminin oğlu Vaqif var idi. Əslinin oğlu. Mehriban bizim qrupdakı var. Mehribanın qardaşı Vaqif. Allah rəhmət eləsin. Biz də bir maşın tutduq. Abdülhüseynin maşını idi, Naxçıvanlı. Yarısına təzə ayrılmış biz o vaxt nəyimiz var idi ki, düzdür, mal heyvanımızı apardıq Naxçıvanda. Gecəsi ilə apardıq o Naxçıvanlar. 100 manatı məsələn qoyunumuzu aldılar 20 manata, 30 manata. Belə məcbur idik da verməyə. Məcbur idik. Oradan veşimizi yığdıq. Bir hissəsinə Vaqifgil yığdı, bir hissəsinə də mən yığdım. Oradan veşimizi yığdıq, gəldik, çıxdıq Şuşaya. Şuşaya gətirdik orada. Şuşada orada lager var idi, İskra lageri var idi. Orada komunatlar verdilər. Orada veşlərimizi töydük ora. Bu dəfə orada başladıq qalmağa. Cəmaatın qalmış hissəsi də oradan, cəmaat orada, Atamgil qalmışdı orada. Mən çıxandan sonra Atamgil qalmışdı orada.
Ha. Bir də qayıtdım, getdim Ermənistana. Hı. Beşi uşaqları qoydum Şuşada. Yox, əvvəl gəldi, yadımdan çıxdı. Əvvəl İmişliyə gəldi, Yəlqullar kəndinə. Hı. Gəldi Şuşaya bizi buraxmadılar ki, yox, bura olmaz, bura müharibə dövrüdür, nə bilim, burada qırğın gedir, falan gedir, Behman gedir. Bizimkilər bizim beşimizi buraxmadı Şuşaya. Bir də Bərdədən beşlərimizi qaytardıq, apardıq İmişli rayonunun Əlqullar kəndinə. Hı. Beşimizi töydük orada tökəndən sonra bir də qayıtdım. Çerez Naxçıvan fırlandım, getdim, çıxdım Ermənistanda Tep kəndinə. Hı. Təzdən oradan bir maşın tutduq. Atamgilin beşini yığdıq, ondan sonra babamgilin beşini yığdıq. Ondan sonra bibimgilin beşin Cindivasda olurdular. Onlar da ermənilərin içində olurdular. Novruz kişigil. Məleşə bibim idi. Onların oradan getdim Veşlərin Cindivasdan götürdüm, gəldim Terpə. Terpdən də oradan yüklədiyim maşınlara 3-4 maşın. Bir də oradan Çerez Naxçıvan fırlandıq ki, şeydən yazdım. Siz kəndə qaydanda valideynlərinizdən başqa kimlər var idi kənddə? Çünki kəndin yarısı çıxmışdı, yarısı qalmışdı. Hə, yarısı çıxmışdı. Kimlər qalmışdı? Hə? Sizdən başqa kimlər qalmışdı? Bizdən başqa orada Allah rəhmət eləsin, Qaqa Hüseyn idi, Ağa Kirvəm idi, ondan sonra nə bilim Cəbreyiləm idi, ondan sonra çox ağsaqqallardan çoxu qalmışdı. Da onların veşləri, uşaqları, ailələri kənd dağılmışdı da, kənd... Onlar niyə qalmışdılar? Uşaqlarla bərabər çıxmamışdılar. Onlar da bilirsən, onlar da o vaxtı biri maşın olmurdu, ondan sonra çətinliklə Naxçıvandan maşın tapa bilmirdi, gətirə bilmirdi, ermənilər qoymurdu maşınlarla çıxmağa. Bax belə veşi yığırdıq bir maşına, elə əmlakımız, maşınlarımız hamısı qaldı orada. Deyirəm, bəlkə də onlar həvəslənmişlər ki, ümid edilmişlər ki, bəlkə də ara yat yut olar, qalarıq orada. Hə, da ara yat yut olar, qalarıq orada. Ondan da sonra da bir maşına 1-2-3 adam veş yığırdı. Əlinə qopandan, gələndən, nə bilim, atırdı, mitilini atırdı, çıxıb gəlirdi. Bütün əmlakımız, bağımız, evimiz, eşiyimiz, çoxunun maşınları qaldı orada. Ondan gətirə bilmədi. Çoxunun evdən nə götürərsən? Qaça-qaçda evdən nə götürür? Valla adam pencəyini də götürüb qaça bilmədi. Bax, ermənilər başımıza, biz o 88-ci ildə ermənilər başımıza oyun açdı. Oradan biz, Allah haqqı mən üzr istəyirəm, övladımın paltarlarını da götürə bilməmişdik. Çıxdıq, gəldik Şuşaya. Şuşada da ki bir müddət olandan sonra 3 il, 4 il, ondan da sonra Şuşada haqq hesab başladı. Oradan da töküldük, gəldik Azərbaycanın digər rayonlarına. Arzu istəyimiz var ki, öz ata-baba yurdumuza qaydaq. Əlbəttə, mənim əlbəttə qayıtsan, olan təsəvvürün ki, düşünün ki, qayıtmısınız. Hara gedərsə, haralar ziyarət eləyərsiniz? Mən Allah haqqı o vaxtı qayıtsaq ora, o vaxtı mən nəzir demişəm o ocağa, qurban da demişəm. Allah qəbul etsin. Buradan bir qoyun alacam, aparam o ocaqda kəsəm. Birinci gedərəm orada mən, anam rəhmətli orada, çayın o tayında qəbirstanlıq var idi orada, təzə qəbirstanlıq dəyişdi. Mən qurban deyirəm o ziyarəti, o ocağı gedib orada mən ziyarət eləmək üçün qurban deyirəm. Alam özümlə buradan aparam, o qurbanı mən orada kəsəm. Lələm, çox mu darıxırsan oralar üçün? Əlbəttə çox darıxıram, ora mənim ana vətənimdir. Arzu da inşallah Allah qayıdışımızı nəsib eləsin, öz elimizə, obamıza gedərik. Siz də gözəl ziyarətgahlarda ziyarət edəsiniz. Arzu istəyimiz nə isə Cənab-ı Allah bizdə də bu gözəl aya xatir versin inşallah. İndi isə mən son sözünüzü siz verilişimizlə bağlı öz arzularınızı deyin, sonra Aybəniz birbirindən yekunlaşdıraq. Ceyhun müəllim, çox sağ ol, çox var ol. Allah canını sağ eləsin. Allah sana dəyməsin. O gözəl qardaşım Şakirə Allah rəhmət eləsin. Mən elə bilirəm ki, bu günləri Şakir qardaşımla Allah sizə sağlam can versin. Allah səni qorusun. Çox sağ ol, çox var ol, yenə deyirəm. Allah səni əsir eləməsin bu elimizin, obamızın üstündən. Çox gözəl verilişdir. Təşəkkür ederim. Yaddaşlara salırsan. Ondan sonra bizim gələcək nəsillərimiz, nəvələrimiz, nəticələrimiz baxıb bu
verilişlərə həsrət çəkəcək belə babalarımız var idi, belə nənələrimiz var idi, belə qardaş bacılarımız var idi, əmlərimiz, bibilərimiz var idi. Allah sizi var eləsin ki, bu gözəl verilişi açıqlandırırsınız. Mirəl əmi, çox təşəkkür edirəm güzel sözlərə görə, verilişimizə etdiyiniz dualara görə. Mən verilişdən əvvəl sizə dedim ki, Mirəl əmi, bizim üçün böyük bir şərəfdir, bir qürurdur ki, sizin kimi sevdiyimiz ağsaqqalımız bizim verilişimizin qonağı olsun. Təşəkkür edirəm. Bugün ocağınıza gəldik, verilişi çəkdik. Allah sizə uzun ömür, can sağlığı versin. Biraz narahatçılığınız var. Cenab-ı Allah bu güzel ayaq xatir sizin şəfanızı versin. Amin Və inşallah. Aybəniz birbirindən artıq son təəssüratlarını, son fikirlərini desin və verilişimizi yekunlaşdıraq. Buyur Aybəniz bəy. Cem müəllim, mən bayaq dedim, Bəli. o Qara Seyid qəbri deyirsən, o mənim qaynatamın babasıdır. Aha. Hə, onun qəbri Ermənistanda söyləndə o qaynatamın adı Məhərrəmdir. Deyirsən Seyid deyirlər. Ona görə biz iki tərəfdən də ağır Seyidik. Bu Bir yoldaşımız tərəfdən. hə, yoldaşım tərəfdən də, atam tərəfdən də ağır Seyiddir. Seyid Abbasın oğludur Məhərrəm. Yəni mənim Seyid deyirsən, Seyiddiyimiz bu Füzuli Köşbəkdən Füzuli var. Onun bacısı Leyla. Bəli. Bir gün bacısının ağzı əyilmişdi. Gəldi 3 gün qaldı Seyid Qasım dədəmin evində. 3 gün 3 gecə. O orada qalandan sonra, 3 gündən sonra baxdıq ki, onun ağzı düzəlib. Yəni bizim Seyiddiyimiz, bizim ağır ocaqlığımız oradan bilindi. Ki bizim yəni nəfəslərimiz, babalarımızın ocaqları ağırdır. Ağır Seyiddir. Allah cəm dünyasını dəyişənlərə rəhmət eləsin. Rəhmət O yadımdan eləsin. çıxdı Ceyhun. Buyur. Mən bir şeyi də xatirimə saldım. Mən bir şey də xatirimə gəldi. Bəli. Babamgilin qapısında Ceyhun müəllim bir dənə tut ağacı vardı. Aha. O tutun bir tərəfi qurumuşdu. Bəli. Yəqin ki, bu verilişdə baxanlar indi Köşbək, Leyli Qaçan, Terp cəmaatı o Xatırlayın. ziyarətə gəlib mənim babamın qapısında babamı ziyarət eləyirdilər. Bəli. O tutun bir tərəfi belə qurumuşdu, bir tərəfi də belə yaşıl idi. Onun arasında belə yanmış belə bir yer var idi. Şam. O qeybindən yaranmışdı orada. Orada hərdən birdən bu çıraq yanırdı axşamlar. Çıraq yanırdı. Balaca şam kimi balaca bir çıraq var idi, yanırdı. Bəli. O mənim gözümə dəfələrlə o mənim gözümə görüküb. Amma atama deyirdim, ata o çırağı niyə qoymusunuz orada axı? Deyirdi, hanı çıraq? Deyirdim, ki, bu deyən o tut ağacının belə hasası var idi. Hasasındaydı, yanmış yer idi. O çıraq orada mənim dəfələrlə gözümə görüşdü. Bax elə. O ocaqda da görüşürdü. Gözümə görüşürdü ocaqda da. O çıraq mənim orada gözümə ocaqda da görüşürdü. İndi Allah hamının ölənlərinə rəhmət Amin eləsin. inşallah. Allah bütün dünyasını dəyişən valideynlərimizə, qocalarımıza, ağbirçəklərimizə, ağsaqqallarımıza, Allah hər birinə yerin cənnət məkan eləsin, ruhları şad olsun. İndi düz deyil, xatirimə o qədər şeylər saldım ki, mən ona görə həyəcanlandım, heç nəyi danışa bilmirəm. O qədər mənim xatirələrim var Ermənistanda, o qədər mənim iş yerlərim, o qədər mənim bütün Leyli Qaçandan tutmuş, Köşbəkdən tutmuş, o səhraları, piçənəkləri, Allah rəhmət eləsin qardaşım Şakirə, yeri cənnət məkan olsun. Allah bayaq dedim verilişin əvvəlində, bayaq dedim mühəbbətə Allah rəhmət eləsin. Bizim xatirələrimiz, bizim o qədər orada bizim işimiz, gücümüz, birimiz kasilka ilə, birimiz nə bilim dırmıqla, birimiz preslə, birimiz toxum səppəklə, birimiz nə bilim savxoz idi. Savxozun bütün texnikalarını biz üçümüz işlədirdik. Köşbəkdən də var idi, Allah rəhmət eləsin ağaya. Köşbəkdən var idi, bizim bu İdoş deyirdi, Xanlar əminin oğlu İdoşa. Allah canını sağ eləsin, yenə də sağlıq canına yaşasın, yaşayır burada bizim kəndimizdə. Nəysə xatirələrimiz çox olub, çox olub. Mən Allah haqqı bayaq verilişin son vaxtıydı, bayaq deyirdim, bayaq da onu dedim.
Bəli. Mən arzu eləyərdim. O babamın o sahibsiz qalan ocağından, o babamın ocağından mən arzu eləyərdim ki, o torpaqlarımız alınsın, mən buradan bir heyvan alım. Ayaqdan da mən invalid olmuşam da, Allah Taala mənə güc versin, nəfəs versin. O maşının bagajına buradan bir heyvan qoyun, mən gedib birinci o ocağı ziyarət eləyərdim. Amin inşallah. Orada onu kəsərdim, cəmaatımıza orada ehsan verərdim. Amin inşallah. Ehsan verərdim və qəbirstanlığa da ziyarət eləyərdim. Anamızı, atamızı orada ziyarət eləyib bir ürəyimizi boşaldardıq. Amin. Bir ürəyimizi doyunca orada bir göz yaşlarımızı axıdardıq. Orada bir dediyimiz sözləri bəlkə ruhları şad olardı. Bəlkə İnşallah bizi eşidərdilər. sevinç gözyaşları olar. Bəli. İnşallah, inşallah. İnşallah. Allah canını sağ eləsin, bayaq dedim. Allah sana dəyməsin. Allah ömür versin. Allah xalqımızı böyündən belə heç bir yaman göstərməsin. Amin inşallah. Allah Taala bütün övladlarımızın canı sağ eləsin. Bu ay elə bir aydır ki, Ceyhun müəllim, bu ay elə bir aydır ki, birinci Ramazan bayramımız. Allah bütün niyət tutanların, oruç tutanların, namaz qılanların Allah Taala niyətlərin qəbul eləsin. Amin. Bu ay elə bir aydır ki, Ramazan ayının, Ramazan bayramımız kimi gözəl ay yoxdur. Allah Taala'nın belə bir hədisi var, deyir ki, 11 ayı bıraktım səni, 11 ayı. Bəli. Get nə iş görürsən gör, bu bir ayda mənim üçün də, mənim üçün qulluq elə. İndi Allah Taala bütün nəvələrimizin canı sağ eləsin, Amin. oğlanlarımızın, gəlinlərimizin. Bizim evdə hamısı oruçdur, məndən başqa. Allah bu Allah qabaqdan qəbul etsin. gələn Novruz bayramımızı təbrik eləyirəm. Xıdır Nəbi bayramı gəlir, il axırı gəlir. Çərşənbələrimiz su çərşənbəsidir, torpaq çərşənbəsi. Ondan sonra Bəli. nə bilim çərşənbələrimiz gəlir. Allah hər birinin qapısında xeyir işlər qismət eləsin. Amin. Allah canlarınızı sağ eləsin. Çox sağ ol Ceyhun müəllim. Çox sağ ol. Müəllim, Allah onsuz səni var da- eləsin. Allah razı olsun. Onsuz da siz bizim Paşar Dayanti WhatsApp grubunda Ələmidir, sizsiz, Agil Bedi hər zaman dualar edirsiniz. Bizim günümüz həmin o dualarla xoş olur. Allah sizdən razı olsun. Bir daha sizə təşəkkürümü bildirirəm. Artıq gəldik Sağ ol. verilişimizin sonuna. Əziz Allah salamat Həssəf Əmidi verilişinin daimi izləyiciləri. Bugünkü verilişimizin qonaqlarını bir daha sizə təqdim etmək istəyirəm. Verilişimizin qonaqları əslən Qərbi Azərbaycanın Paşar Dayanti kəndindən olan Qasımov Mirəli Seyid Abdullaoğlu, Qasımova Aybəniz Seyid Abdullah qızıdır. Və bugün yenə təkrarlayıram, bu xoş, gözəl gündə biz Mirəli əmmin ocağında olduq. Əmi çox sağ ol, təşəkkür edirəm. Hər zaman qapına Çox sağ ol, çox var ol. Allah sənin nəfəsini, dualarını ailəm, elimizin, obamızın üzərindən əks etməsin əmi. Çox sağ ol. Allah sana dəyməsin Ceyhun müəllim. Allah sənin canını sağ eləsin. Görürsən, sən bunu mənə neçə dəfələrlə dəvət eləmişsən. Mən bu verilişdən biraz boyun qaçırdırdım. Allah eləsin. Deyirdim ki, yox, sonra havalar isinsin. Yəni görürsən hansı bir gün alındı. Həm 8 Mart Beynəlxalq Dünya Qadınlar günü. Qadınlar Bayramı 8 Marta düşüb bu günləri. Yenə də qadınları təbrik eləyirik. Allah onların canını sağ eləsin. Allah onlara uzun ömür, can sağlığı arzulayıram. Amin inşallah. Bu ayda elə bir aydır, bayaq yenə dedim. Bu ayda elə bir aydır ki, qabaqdan gözəl çərşənbələrimiz gəlir, gözəl Novruz bayramımız gəlir. Ondan sonra Ramazan bayramı gəlir. Ramazan bayramımız gəlir. Bax, bu ay Amin. Mart ayı Allah Taala hər bir insanın niyyətlərini qəbul eləsin. Amin inşallah. Allah Taala hər bir insanın orucunu qəbul eləsin. Ramazan bayramınız təbrik olsun. Gözəl mənim millilərim, Azərbaycan xalqım. Allah sizi var eləsin. Allah sizlərə dəyməsin. Amin. Danışa bilmədim. Yəni kövrəldim, danışa bilmədim. Allah sizə dəyməsin. Öpürəm səni, bağrıma basıram. Çox sağ olun. Aybəniz bəy, çox sağ olun. Çox sağ ol. Təşəkkür edirəm. Mən də təşəkkür edirəm. Bu işlərində həmişə belə fəal ol. Həmişə gözəl çəkilişlər aparasan. Xeyir işlər olsun. Allah sağ dəyməsin. danışa Bu bilmədim. Sağ ol, bayramında
arzu eləyirəm. Bütün oruç tutanların orucu qəbul olsun. Novruz inşallah. bayramıdır, sülfələrimiz bol olsun. Bugün də 8 Amin. martdır. Yenə də bütün qızlara, gəlinlərimizə, nə qədər bəylərimizin xanımları var, nə və nəticəsi var, hamısını 8 martını təbrik eləyirəm. Həyatda uzun ömür, can sağlığı. Oruç tutanların da orucu qəbul olsun. Amin Allah inşallah. sana da can sağlığı versin. Her zaman Allah üstünlə, göydə Allah, yerdə babamın ocaq kürəyində olsun. Deyim. Sağ olun Aybibi. Aybəniz bibi. Öpürəm səni. Çox Teşekkür ederim. Bu güzel dualardan sonra artık verilişimizi bağlayırıq. Əziz Həsəf Ümid verilişinin daimi izləyiciləri, növbəti verilişdə də görüşmək ümidi ilə Allah'a əmanət olun. Bir daha gününüz xoş